Azərbaycan futbol tarixinin Pelesi Anatoliy Banişevski 1946-cı ildə Bakı şəhərində anadan olan futbolçu 15 illik karyerası ərzində həm Neftçi klubunda, həm də SSR millisində unudulmaz oyunlar keçirmişdi. Doğulduğu şəhərə sadiq qalan Bakılı hücumçu Neftçinin heyətində 288 oyunda çıxış etmiş, SSR çempionatları və kubok yarışlarında 121 gol vurmuşdu. SSR millisində 50 oyuna 19 gol vuran əfsanəvi futbolçu 1966-cı il dünya çempionatının bürünc, Avro 72-nin gümüş medalını qazanmışdı. 1972-ci ildə SSR finalda Almaniyaya 0-3 hesabı ilə məğlub olur. Bu nəticənin başlıca səbəbi olaraq Banişevski tənqid olunur. Partiya nümayəndəsinin ağır sözlərini qəbul etməyərək ağır cavab verən Banişevski bütün fəxri adlardan məhrum edilir. Bir daha milliyə çağırılmır. Bu hadisədən sonra futboldan küsən, sağlamlıq, ailə problemləri artan əfsanəvi 9 nömrənin karyerası erkən bitir. 1997-ci ildə şəkər xəstəliyindən vəfat edir. Bu il 80 illiyi qeyd olunan Anatoliy Banişevski Neftçi azarkeşləri tərəfindən hər zaman hörmət və ehtiramla yad edilir.